İbrahim qardaş, sizə belə bir sualım var idi. Allah Taala'nın Quran-ı Kərimdə buyurduğu Hud surəsinin 7-ci ayəsi barəsindədir. Allah Taala buyurur: Allahın ərşi suyun üzərindədir. Burada Allahın ərşi və həmçinin su nə deməkdir? Allahın ərşi suyun üzərindədir. Yəni nəyin üzərindədir? Zəhmət olmasa bu barədə məlumat verərsiniz. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi teyyibine tahirin. Ve la'nu daim ala a'daihim ecmain. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu aziz kardeşler. Kardeşlerden biri bize belə bir sual ünvanlayıb. Allah Tebarek ve Teala'nın Hud suresi 7. ayədə ki Allah Azze ve Celle buyurur ki deməli onun ərşi su üzərindəydi. Onun ərşi su üzərindəydi. Bu ayənin mənası nədir? Qardaşımızın sualı bundan ibarətdir. Deməli Allah Azze ve Celle buyurur ki Bismillahirrahmanirrahim ve huvellezî halaqas semâvâti vel ard fi sitteti eyyemin ve kâne arşuhu alel mâ'i. Allah Tebarek ve Teala göyləri və yeri 6 gündə yaradandır. Bundan əvvəl daha öncə onun ərşi su üzərindəydir. Qardaşın sualı bundan ibarətdir ki, onun ərşi su üzərindəydi. Bu ayənin mənası nədir? Əvvəlan qeyd edək ki, həşəviyyədən olan mücəssimələr, müşəbbihələr, Allahı məxluqatına bənzədənlər və Allah Təbarək və Teala'ya cisim verənlər bu ayəni zahiri mənada ələ alaraq kafir olmuş, müşrik olmuşlar. Allah Təbarək və Teala'nın öz məxluqatına bənzətmişlər. İmam Rıza əleyhissalamdan mütəvatir şəkildə rəvayət olunan hədisdə İmam aleyhissalam buyurur ki, kim Allahı məxluqatına bənzətsə müşrik olmuşdur. Həmçinin Peyğəmbər aleyhissalatu vesselam da məna cəhətdə mütəvatir olan hədisdə buyurmuşdur ki, kim Allahı məxluqatına bənzətsə bizdən deyildir. Həmçinin Allah Təbarək və Teala'nın mübarək kitabında da buna dəlalət edən açıq-aşkar ayələr vardır. Onun mislində bir şey yoxdur, onun bənzəri yoxdur. Yəni bu cür ayələrin dəlaləti açıq-aşkardır. Nəs qəbul etməyən nəslərdir ki, Allah Təbarək və Teala biz üçün xitab etmişdir. Bu ayənin mənasına gəlincə, Davud Ər-Riqidən gələn hədisdə İmam Sadiq salavatullahi aleyh bu ayənin mənası haqqında ərşin hakimiyyət olduğunu bildirmişdir. Yəni bizim hədislərimizdə ərşin hakimiyyət olduğu mənası açıq-aşkardır. Yəni bu mütəvatir şəkildə mövcuddur bizim mənbələrdə. Daha sonra həmçinin Allah Təbarək və Teala'nın kitabında ərşin hakimiyyət olduğuna dəlalət edən açıq-aşkar mənalar var. Həmçinin ərəb dilindən biraz xəbər olan hər bir kəs bilir ki, ərəb dilində, ərəblərin örfündə ərş hakimiyyətin bir simvoludur. Demək, Allah Təbarək və Teala məxluqatı yaratmamışdan öncə, hansı ki biz dedik ki, ərşin mənası bu oldu ki, yəni Allah Təbarək və Teala'nın hakimiyyəti, onun rububiyyəti, hakimiyyətidir. Allah Təbarək və Teala'nın hakimiyyəti su üzərindəydi, ərşi su üzərindəydi, yəni hakimiyyəti su üzərindəydi. Onun hökmü sudaydı, hökmü su üzərindəydi. Çünki başqa bir məxluq yox idi. Allah Azze ve Celle məxluqatı yaratmamışdan öncə heç bir məxluq yox ikən su yaratmışdır. Suyu yaratmışdır Allah Azze ve Celle. Və Allahın hökmü də suyun üzərindəydir. Hökmü suyun üzərindəydir. Sonra Allah Azze ve Celle suya ol deyərək sudan müxtəlif şeylər yaratmışdır. Necə ki buna dəlalət edir. Əvələm yərəl-ləzinə kəfəru ennəs səməvəti vəl-ard kânətə rədqan. Allah Təbarək və Teala buyurur ki, kafirlər dərk etmirmi ki, görmürmü ki, göylər və yerlər bir-birinə bitişik şəkildə idi. Yəni Allah Azze ve Celle deyir ki, göylər və yerlər bir-birinə bitişik şəkildə idi. Sonra nə deyir Allah Azze ve Celle? Yəni bitişik şəkildə idi, göy və yer bir şeyin daxilində idi. Sonra nə deyir Allah Azze ve Celle? Deyir ki, mə'i kullə şeyin həy. Sonra suyu həyat qaynağı elədi Allah Təbarək və Teala. Allah Azze ve Celle göyləri və yerləri yaratmamışdan öncə suyu yaratmışdır. Sonra da sudan göyləri və yerləri və müxtəlif şeyləri yaratmışdır. Ki bu da Allahın mübarək kitabında Yasin surəsinin sonuncu ayələrində. Ki Allah Azze ve Celle deyir ki, Allah bir şeyə ol desə o da olar. İnnəmə əmruhu izə ərədə şeyən ən yəqulə ləhu kun fəyəkun. Allah bir şey yaratmaq istəyəndə ona ol deyər, o da
Dərhal olar. Bu Allah Təbarək və Təalanın kitabıdır. Və həm Allah Təbarək və Təalanın kitabı, həm də Rəsulun sünnəti dəlalət edir ki, ayənin mənası belə olacaq. Allah Azza və Cəllənin ərşi, yəni onun hakimiyyəti. Ərşi su üzərində idi. Yəni hakimiyyəti su üzərində idi, hökmü su üzərində idi. Sonra suya hökm elədi, sudan müxtəlif şeylər yaratdı. Allah Təbarək və Təala. Yəni hələlik bu sualın cavabı xülasə olaraq bu qədər. Bu mövzu barədə inşallah daha geniş şəkildə danışacağıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.